Deməli, sizinlə baxaraq imtahana düşən suallardan birinə. Gördüyümüz kimi bu müxtəsər vurma düsturu şəklində aça bilərik. Yəni bu x kub plus 2-nin kubu şəklində aça bilərik. Bu x plus 2 x kvadrat minus onların hasili 2x plus sonuncunun kvadratı şəklində aça bilərik. Bunu biz olduğu kimi buraya yazırıq. X plus 2 x kvadrat minus 2x plus 4. Bu zaman aşağıda bunlarda ortaq olan 3'ü çıxardıram ötərizə xaricinə. X plus 2 qalır. X plus 2'lər ixtisar gedir. Yerdə qalan x kvadrat minus 2x plus 4 bölünsün 3 şəklində. Burada x kvadrat minus 2x'in qiyməti var. X kvadrat minus 2x bərabər 14 keçir bu üzə olur müsbət. Bunun yerinə biz 14 yazıb plus 4 bölünsün 3. 14 4